İmam Rza Əleyhisselamın mübarək Mövlud günləridir. Bu gün münasibətilə mən hər birinizi təbrik eləyirəm. Allah dünyada İmam Rza Əleyhisselamın, o mehriban imamın ziyarətini, qiyamətdə şəfaətini hər birimizə nəsib eləsin. İmam Rza Əleyhisselam Əhl-i-Beyt imamları arasında mehribanlığı ilə daha çox məşhurdur. Arif insanlar da deyirlər ki, o Həzrətin mübarək hərəminə daxil olarkən insan bu mehribanlığı daha çox hiss eləyir. O Həzrətin mübarək qəbir daşı barəsində deyirlər ki, Quran-ı Kərimdən bir sıra məxsusi ayələr, xüsusi ayələr seçilib, yazılıb İmam Rza Əleyhisselamın qəbir daşının üzərinə. Yəni təsadüfi ayələr deyil, bunlar hamısı seçilib və yazılıb. Qəbrin baş tərəfində Fəcr surəsinin sonuncu ayələrindən yazılıb. Ya əyyətühən nəfsul mutmainnə, ey aram olmuş nəfs, irci'i ilə rabbiki radiyətən mərdiyyə. Dön öz Rəbbinə, sən ondan razı, o da səndən razı bu halda. Sonra qəbrin ayaq tərəfində Əhzab surəsinin 33-cü ayəsi yazılıb. İnnəmə yuridullahu liyuzhibə ankumur ricsə əhləl beyt və yutəhhirəkum təthira. Allah iradə eləyib ki, siz Əhl-i Beytdən bütün çirkinlikləri, pislikləri uzaq eləsin və sizi pak eləsin. Bu Allahın yaradılış baxımından iradəsidir. Başqa bir ayə də yazılıb qəbir daşı üzərinə. Nisa surəsinin 59-cu ayəsi. Ya əyyuhəl-ləzinə əmənu əti'ullah və əti'ur-rəsul və ulul əmri minkum. Ey iman gətirənlər, Allaha itaət eləyin, Peyğəmbərə itaət eləyin və əmr sahiblərinizə, özünüzdən olan əmr sahiblərinə itaət eləyin. Əmr sahiblərindən də məqsəd Əhl-i Beyt əleyhimussalamdır. Həmçinin qeyd olunur ki, İmam Rza Əleyhisselamın mübarək qəbrinin üzərinə bir sıra xüsusi şeirlər də yazılıb. Debil Xuzai Əhl-i Beyt şairlərindəndir. İmam Rza Əleyhisselamın da dostlarındandır. Gələrdi İmam Rza Əleyhisselamın yanına öz yazdığı şeirlərindən, qəsidələrindən oxuyardı. Bir dəfə gəldi, şeirlərindən birini oxumağa başladı. İmam Rzadan əvvəlki Əhl-i Beyt imamlarına, onların qəbirlərinə işarə elədi. İmam Kazım Əleyhisselamın qəbri haqqında şeir yazmışdı. Kərbəla şəhidləri barəsində şeir yazmışdı. Gəldi, şeirini tamamlayanda İmam Rza Əleyhisselam buyurdu ki, bir şeir də deyim, ora əlavə elə. Həzrət buyurdu və qəbrun bituz, Tusda da bir qəbir var. Yəni indiki bildiyimiz Məşəd, İmam Rza Əleyhisselamın mübarək qəbri olan yer.